Üçüncü sinifi bitirdim Qazqulu kənd orta məktəbində. Qazi qulu. Qazi niyə deyirlər? Yəni qazi o vaxtın məhkəmələrinə deyirdi. Onların qulları da bizim kənd o qədər belə bərəkətli idi ki, orada heyvan otarırdılar. Bizim kənd boş idi. Sadəcə Gədəbəylilər gəldi. Biz də Gədəbəyə bağlı dağ kəndləri gəldi. Biz indi Gədəbəyli deyilik, Gədəbəyə bağlı dağ kəndləri. Nəsə 19-cu əsrin əvvəlində gəldilər. Kənd elədilər. Sözüm indi ondan getmir. Üçüncü sinifi qurtardım. Zaten dədəm məni o qədər döyürdü ki, stolda oturanda altıma işiyirdim. Çox qəddar dədəm var idi. Çox. Yəni, ayağımızın altına, birisi də köhnə qaydalar, tək ayaqlı dur, nə bilim, küçdə, dizinin altına yumru daş yığ, gətir cibində gətir, dərsi bilməyəndə dizinin altına tök, nə bilim, belə bir üçüncü sinifi bitirdim və baxmayaraq ki, atam, anam həmin məktəbdə müəllimdir, bir güclə direktorla dirəşə-dirəşə uşaq daha yaxşı təhsil alsın, heç olmuşsa uşaqların biri daha yaxşı təhsil alsın deyə məni rayon məktəbinə, A.S. Pushkin, Aleksandr Sergeyeviç Pushkin məktəbinə qoydular orada oxumağa 4-cü sinifdən. Və təzə gəlib, neydi onun adı? Neydi o İlham Əliyev sevən adam, neydi o şey? Məktəb direktoru, sonra Mahir Ələkbərovun direktoru oldu, hər neysə. İndi adı yadıma düşər deyərəm. Bəlkə də yazacaqlar. Namik müəllim, hər neysə. Namik müəllim. Neysə, gəldim ora, dostlar. Baxdım biraz, bura rayon yeridir. Baxdım, soruşurlar məndən haradasan, Qazquludan deyirəm. Gülürlər belə. Birinci Azərbaycana gələndə o kəndin adını dəyişəcək. Bu nədir? Qazıqulu, it yalaqlı, nə bilim, aşağı ayıflı, nə bilim, nə babını dizi. Neyse gəldim. Değerli həmvətənlərim, gəldim 4-cü sinifdə oxuyuram. İndi 4-cü sinifi artıq bitirirəm, may ayıdır. Heç vaxt mənim oyuncağım olmayıbdı. Həyatı boyu mənim oyuncağım olmuyor. Həyatı boyu. Nə mənim, nə də qardaşlarım. Oyuncaq olmuyor. Başqaları olurdu. Oyuncaq tapança, kukla, velosiped, nə bilim, nəsbet. Həmin ərəfələrdə bir dəfə məndən böyük qardaşım bir konçi almışdı. 160 manada qoyunlarını, öz bəstədiyi qoyunlar var idi, onu satıb. Bir kənd yığıldı, bir analiz elədilər. Baho, filan yerdən aşağı düşəcəksən, tormuz verəcəksən, aşacaqsan. O qədər dədəm də sərt adam idi ki, konçini qaytartdırdı, apardı, ucuza qaytartdırdı, nə bilim, neynədi. Qoymadı sürməyə. Neyse, 4-cü sinif oxudum Pushkin məktəbində. İndi burada 30-dan çox uşaq var, hamısı da şəhər uşaqları, rayon uşaqları. Uzun sözün qısası, may ayı gəlir, son zəng gəlir. Dedilər ki, bəs belə-belə. Dedilər ki, bəs belə-belə. Qabil. Son zəngdə biri deyir, mən qızıl güllər gətirib kukla alacam. Hamı deyir də bir ay, 2 ay qabaqdan hamı danışır ki, sinifdə. Bəs burada şey verirsən, nədir o, gül verirsən, 11-ci sinifi qutaranlar sana kukla verirlər. Kukla verir. Amma çox utancaq adamam ha. Elə utancaq adamam ki, inan Allaha deyirəm. Bir də görürsən, tualetə getmək istəyirəm. Partlayıram, amma icazə almağa belə utanıram. Uzun sözün qısası, heç vaxt həyatımda oyuncağı olmayan bir adam. Dedim ki, Allah, mən hardan gül tapım, mən də kiməsə verim, mənə oyuncaq versin. Hə, deməli, bir də gördüm ki, Əmirxan var. Əmirxan bizim uzaqdan da bir simsar düşür, bir nəfər. Onun evinin qabağında Yasəmən var. Yasəmən. Bildiniz də Yasəmən çiçəyi. Fikirləşdim, mən hardan gül oğurlayım. Qonşularda yoxdur gül. Qonşularda gül yoxdur. Heç arada gül yoxdur. Heç olmasa bir qırım. Bir ara ağlıma gəldi, qabırsanlığa gedim, oradan mı gül? Sonra da qorxdum qabırsanlığa getməyə. Dedim, oradan mı gül qopar? Orada gül səpirlər axı. Tulpan zat səpirlər qəbirlərin qabağına. Hardan gül alım ki, aparım, verim, mən də kukla alım. Ömrümdə bir dəfə kuklam olsun. Neyse.
Orada bir Yasəmən görmüşəm. Gecə gündüz Allaha hər dəfə oradan keçəndə Allaha yalvarıram ki, maya qədər, o son zəncə qədər bu Yasəmən gül açmış olsun ki, mən onun budaqlarından qırım, onu belə kağıza büküm, aparım verim, mən də oyuncaq alım. Gəldim, hələ uşaqlardan, qızlardan da bir ikisindən soruşdum ki, Yasəmən son zəncə kimi çiçək açırmı? Belə dedim. Dedi, hə, gün vurur, günəşli yerdə zadda, bəziləri dedi, atam deyir, günəşli yerdə zadda açır, nəmin gün vurur. Neysə, hər neysə, yalvardım, o Yasəmən gül açdı. Belə iki cürə Yasəmən orada, ağ bir də o narıncı. Götürdüm oradan, bir dənə də Kommunist qəzetidir, nədir, götürmüşəm əlimə. Oradan bir dənə də salafan, gəldim oradan qırdım. Yasəmənin putaqlarından, indi son zəncə gəlir, amma belə qəşək də bir təri o ağ köynək geymişəm. Gəldim aya, indi gəlmişəm. Uşaqlar sırtıqdır, rayon uşaqları sırtıqdır. Hamısı gedir, mənə verərsən, gülü verim sənə, mənə verərsən, oyuncaq gülü verim sənə. Belə eləyir, hamısı alır. Üstəlik də hamısı bir-birinə tanış da var, qohum da var. Əvvəldən sividan eləyiblər ki, bax, uşaq sağ gül verəcək, kuklanı ona ver, ha. Yad adama vermə, ha. Belə, mənim kimim var ki orada? Heç kimim yox, mən yetimim. Hə, uzun sözün qısası, bizim də rəisin şoförü var. Qoyubdu belə xaşa deyirlər, o yekə belə xaşalara. Xaşa var, belə xaşa. Xaşa qoyublar 11-ci siniflər. Xaşa, rəisin şoförünün, Sovetin qızları. İki bacı, ikisi də qutarır deyəsən məktəbi. Bəlkə 1000 dənə kukladı, elə bir yandan gül verib paylaşırlar. Mən də utanıram axı gəlib gül uzatmağa. İstəyirəm kimsə mənə çağır, utanıram. Neysə. Gəldim onun qabağında durdum, belə 3 metrəliyində ha. Elə bir ki, o Pushkin məktəbinin əvvəl köhnə hissəsi var ha, dar koridor. Alman dili keçilən yer. Bilirlər, mən deyəndə bilirlər hatırı. Orada bax o dar koridorda durdum, o dar koridorda ha, 3 metr koridordur. Durdum belə boynumu pütüm əlində də belə gül, düz Ramiyənin qabağında. Bunu 7 il bundan qabaq demişəm ha bir dəfə. Durdum belə qabağında, belə düz gözün içinə baxıram ki, məni görsün, məni çağırsın, bir kukla da mənə versin. Cəmaata bir adama 20'sini veribdi. 20 dəfə gül gətirib, 20 dəfə al. Başı qarışıq, dədəsi milyonçu adam. Belə kuklaları paylayır, məni görmür. Belə durdum. Axırda gətirdim gülü, Yasəməni. Dedim içinə siyim, dedim. Gətdim, turladım, orada da bilirlər də o. İbtidai siniflərə tualetə tərəf çıxışda 2 dənə belə yumruq zibil qabı var. Belə biri bu üzündə çıxışın, biri də bu üzündə. Belə taxta pilləkənlər də var. Dedim içinə siyim, tulladım. Gülü də nədir onun adı? O zibil qabına. Bəlkə də yeganə adam mən idim ki, mən nətər deyim, o qalmadı, o kuklalanmadım. Heç nə, nə oldu, nə olacaq, heç nə. Məktəbi qutardılar qızlar. Tez bazar ərə getdilər. Danlı demirəm da, tozdular bilir. Allah eləsin tapılsın. Allah eləsin tapılsın. Valla mən istəməyətdəndir. Mən kim pislik elədi, mən kim yaxşılıq eləmədi və yaxud nəsə ümidimi qırdı, içərdən nəsə nifrət elədimsə, onun bir şeylər olur da. O vaxt ərə getdi, əri yoxa çıxdı. İkisinin də əri, ikisi də kukla paylayan, ikisinin də əri yoxa çıxdı. Bu günə kimi tapılmayıb. Öyle bir qaz 24 pulda. Rayonun ən varlı adamı Knyaz idi, neydi? Onunla evlənmişlər. Mən bunu demişəm əvvəl. Bu indi uşaqlıqda olan şeydir. İndi onlar çox yaxşı insanlardır. O Ramiyədir. Hətta onun üzünə də deyirəm. Orada dedim, ha, kukla vermədim ma. Çox demişəm. İndi deyir, nə istəyirsən verim deyir. Uzun sözün qısası, yəni kukla da o yüzden mağazində işləyir. Deyir, hansı kuklanı istəyirsən alım verim. Bir səsi kəskin. Hə, indi sözüm indi onunla getmir. Çox hörmətli adamlardır, çox gözəl insanlardır. Sadəcə mənə diqqət eləmədi də. Mən də könlüm qırıldı. Hər nəysə.